blok riyaziyyata uyğun belə bir tənliyə baxaq, diqqətli olmalısan. Yəni ümumiyyətlə modul varsa söhbətin içində, mən həmişə nə edirəm, sənə də bunu məsləhət görürəm. Modulu şərtləndir və aç. Açandan sonra neçə hal varsa hamısına bax, irrasionalın da şərtin falan hamısını nəzərə al. Bunlar çox önəmlidir. Yaxşı. Onda mən burada nə edərəm? Əvvəla bu x ataram digər tərəfə, çünki irrasional tənliyi həll edəndə biz kökü yalnızlaşdırmağa çalışırıq. İşimiz rahat olsun deyə. Kök altında x plus 4 bərabər olacaq modulda x minus 2 plus x. Birinci hal. Birinci halda mən nə edəcəm? Mən varsayıram ki, x minus 2 sıfırdan böyük bərabərdir. Yəni, x minus 2 böyük bərabərdir 0. Yəni, uşaqlar, x böyük bərabərdir 2 şərti ilə mən bu modulu açıram. Açanda nə baş verir? Kök altında x plus 4 bərabər olur. X 2-dən böyükdürsə, onda bu müsbətdə olduğu kimi açılır. Olduğu kimi açılanda x minus 2 olur. Üstə gəlsin, bir də x var. Toplayanda olur 2x çıxılsın 2. Düzdürmü? İndi adi irrasional tənliyin həlli üçün bunun hər iki tərəfini kvadrata yüksəltsəm, kvadrata yüksəldiyində nə olacaq? Burada x üçün birinci haldan 2 nəticə tapdım, 2 kök tapdım. Biri 0, biri 2, 25. Mən şərtləndirəndə birinci halda x-a 2-dən böyük bərabər demişdim. Burada nə almışam? Bəs 0 almışam. Bunu kök kimi götürəcəm? Xeyr, götürməyəcəm. Bu kənar kökdür. Bəs 2,25-i kök kimi götürəcəmmi? Bəli, çünki 2-dən böyükdür. Bir kökü tapdım. Keçirəm ikinci hala. İkinci halda nə edəcəm? Bəs varsayıram ki, modulun içi mənfidir. Yəni, x minus 2 kiçikdir 0-dan. Yəni, x kiçikdir 2-dən. Bu şərt daxilində bu modulu açıb bu tənliyi həll eləməyə çalışsam, kök altında x üstə gəlsin 4 bərabər olacaq. Bunun əksi çıxacaq. Yəni, mənfi x üstə gəlsin 2 çıxacaq. Üstə gəlsin burada x var. X-lar bir-birini aparsa, onda kök altında x üstə gəlsin 4 bərabər olacaq 2-yə. Düzdürmü? X-i 0 tapdım. Şərtdə nə demişdim? X kiçikdir 2 şərti ilə bu modulu açmışdım. X kiçikdir 2 demişəm və x-i 0 tapmışam. Bu tənliyin köküdürmü? Bəli, köküdür. Birdən deyə bilərsən, müəllim, burada x bərabər 0 tənliyin kökü götürmədim. Dediyim şərtə görə götürmədim. Yaxşı. Amma burada şərti x kiçikdir 2 demişdim və onun nəticəsində x-i 0 tapmışamsa, təbii ki, kök kimi götürəcəm və götürdüm. Deməli, bizim tənliyimizin bir kökü 2,25, digər kökü isə 0 oldu. Yəni, bu tənliyin 2 kökü var idi və biz onu tapdıq. Cavab olacaq 2 kök.